Mən Əliyeva Almaz, Əliyeva Əjdərin valideyniyəm. Mənim oğlum ayın 29-u ağır yol qəzası keçirdi. Abşerondan, Abşeron rayonundan bura Sumqayıt 5 saylı uşaq xəstəxanasına gətirdilər. Doğrudan ağır vəziyyətdə idi. Oğlum çox ağır pis vəziyyətdə idi. Çox uzun saatlarla əməliyyatı keçdi. Vilayət doktordan, Mansur doktordan. Ümumiyyətlə buranı bütün işçilərindən hamısına razıyam ki, mənim oğlumu ağır vəziyyətdən indiki vəziyyətinə gətirib çıxartdılar. Doğrudan da bütün xidmətlərindən, bütün işçilərindən, mənim oğlumdan onlar xəstə kimi davranmadılar. Elə bil ki, öz balaları idi, o cürə davranırdılar. Sözün həqiqi mənasında öz gözlərimi şahid oldum. Mən reanimasiyada, adi palatada, işçilərin onun necə əlindən tutub hər kəlməsinə, hər ağrısına necə can dediklərini şahid olmuşam. Onun üçün mən onları bir-bir hər yerdə tutduqca öz təşəkkürümü bildirirəm. Xəstə, deməli, Əliyev Əjdər Uluzoğlu 2009-cu il təvəllüdlü, ayın deməli 29-u noyabrda Sumqayıt şəhəri uşaq xəstəxanasına deməli qəbul olmuş. Təcili tibbi yardım şöbəsinə baxıldıqdan sonra xəstə reanimasiya şöbəsinə qəbul olunaraq xəstə deməli kliniki laborator analizlər deməli keçmiş. Xəstəyə daxili qanaxma diaqnozu qoyulduqda xəstə deməli təcili olaraq cərrah əməliyyata götürülmüşdür. Deməli cərrah əməliyyat zamanı daxili qanaxma deməli saxlanmış. Deməli qalxan çəmbər bağırsaq 15-20 sm məsafədə tam didilmiş, cırılmış yara olduğuna görə deməli rezeksiya olunaraq nazik bağırsaq deməli qarın boşluq divarının kənarda deməli stoma qoyulmuşdur. Hal-hazırda xəstənin ümumi vəziyyəti qənaətə bəxşdir. Xəstə tezliklə evə yazılacaq.